Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov. Növbəti buraxılışla qarşınızdayıq. Həftəlik protokol verilişinin növbəti buraxılışını təqdim edirəm. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan futbolunda aktual olan hadisələr barəsində danışacağıq. Təbii ki, çempionatımız başa çatıb, qarşıdan Avrokubok maçları gəlir və eyni zamanda transfer gündəmi daha məşğul edib futbol gündəmini desək yanılmarıq. Bugünkü qonağım isə Azərbaycan futbolunun tanınmış simalarından milli komandamızın müdafiəçisi və bu günlərdə yeni klubu bəlli olan Rumıniyanın Petrol klubuna transfer olunan Cəlal Hüseynovdur. Cəlal, xoş gördük, xoş gəlmisən, nə var, nə yox? Sağ olun, çox sağ olun Elçin bəy. Mən də sizi salamlayıram və izləyicilərimizi salamlayıram. Ümid edirəm ki, çox maraqlı bir podkast olacaq və çox sağ olun belə gözəl bir təqdimat üçün. Təşəkkür edirik. Elə istərdim başlayaq sənin transfer sürəcindən, belə deyək. Arda klubu ilə bilirdik ki, yəni Bolqarıstan Arda klubuna müqavilən başa çatmışdı. Azad agent statusuna malik idin. Təbii ki, bir sıra yerlərdən, ölkələrdən də təkliflər gəlmişdi. Məhz niyə Rumıniya çempionatı? Belə deyim, ümumiyyətlə, ilk öncə onu deyim ki, Ardada da qalmaq variantım var idi. Yəni, belə deyim, onlar da özləri istəyirdilər mənimlə müqavilə uzatsınlar. Amma özüm artıq istəyirdim ki, daha yeni bir addım atım, yeni bir, belə deyim, yenilik gəlsin karyerama özüm də istəyirdim. Həm də daha yaxşı bir çempionatda özümü sınamaq istəyirdim. Və belə deyim, ona görə qəbul eləmədim. Bəzi təkliflər var idi, ümumiyyətlə başqa ölkələrdən də var idi. Çox ölkələrdən ümumiyyətlə belə maraqlar var idi. Fransa ikinci, sonra Belçika liqasında maraqlar var idi. Petrolun özündən böyük maraq var idi. Yəni var idi, ümumiyyətlə çox klublar var idi, hansı ki danışıq aparırdı. Amma belə nəyə görə sırf Petrolun üzərində qaldığımızın cavabı isə yəni həqiqətən gördüm ki, istər baş məşqçi, istər prezident, yəni həqiqətən də çox istəyirdilər məni və bu da elə bil ki, mənə belə deyim ki, məni daha çox cəlb eləyirdi ki, bəli, mən daha çox istədilən yerə gedim də, belə deyim. Ona görə də belə deyək, belə oldu seçimimiz. Mən düşünürəm ki, belə yəni ümumiyyətlə Rumıniya çempionatı yəni həqiqətən daha yaxşı bir çempionatdır. Oynadığım yəni Bolqarıstan çempionatından daha yaxşı bir çempionatdır və ümumiyyətlə deyə bilərəm ki, irəliyə bir addım oldu karyeramda. Və yenə də ümumən deyə bilərəm ki, həqiqətən çox idi. Yəni istəkləri çox idi. Yəni yığırdılar, yazırdılar ümumiyyətlə. Ona görə də açıq deyim, heç əslində gözləyə bilərdim. Yəni biraz daha gözləyə bilərdim ki, başqa bir təkliflər gəlsin. Var idi əslində, real təklifim də var idi başqa, amma yenə də deyirəm, ümumən getdiyim klub çox tarixi klubdur. Bizdə Elhad Nəziri də var, o da orada oynayıb. O da orada oynayıb, yəni bir artıq 10 il. Sağ olsun Elhad Məhəmməd. Yəni belə deyim, yəni öz bazası olan, öz azarkeş bazası belə deyim. Yəni bunlar hamısı amillər idi, bəli, amillər idi. Özüm də çox istəyirdim ki, belə artıq klublarda oynayım, stimul olan, təzyiq olan, başa düşürsüz, belə klublarda oynayım ki, daha da özümü daha da elə bir inkişaf etdirə bilim də, yəni təzyiq olan yerdə daha yaxşı olur. Baş məşqçisi kimdir və oyun planı hansı formadadır? Sənin mövqeyində oynayan neçə oyunçu var? Ümumiyyətlə bu barədə yəqin ki araşdırmısan böyük ehtimalla. Belədir. Biz ümumiyyətlə elə məşqçinin özü ilə də danışıq oldu. Özü mənə danışmaq istəyirdi. Belə deyim, yığdı mənə, danışdı. Elə mən də eyni sizin kimi o sualları ona verdim ki, bəs nə üçün oynayacağıq da, yəni biz ümumiyyətlə biz nə oynayacağıq, hədəf nədir, ümumiyyətlə oyun planımız nə olacaq, nə üçün oynayacağıq, nə düşünürsüz, bəli. Ümumiyyətlə məsəl üçün onun mənə ilk dediyi söz odur ki, məsələn, məncə sən müdafiəçi oynamamalısan deyir. Məncə sən 6 nömrə oynamalısan, yəni yarım müdafiəçi kimi oynamalısan. Bunu mənə Fernando Santos da demişdi ki, sən 6 nömrə kimi məncə daha effektivsən, məncə orada oynaya bilərsən. Bəli, bəli. Ümumiyyətlə bunu bir neçə məşqçilər mənə deyib ki, məncə sən 6 nömrə kimi oynamalısan. Yəni belə bir şeylər olub yəni həqiqətən çox.
Ümumiyyətlə öz oyun planından danışdı biraz. İndi belə açıqlamayacağam ki, nədir belə. Amma yəni belə ümumi oyun planından danışdı. Dominant futbol oynamaq istəyir. Ümumiyyətlə belə deyim, komanda yenidən qurulur. Mənimlə bir yerdə hardasa 7 transfer, yəni mənimlə birlikdə 7 transfer var artıq yeni. Bəli. Və mən deyə bilərəm ki, komanda yenidən qurulur və ən azından ortalara və play-off üçün oynayacaq orada, çünki biraz fərqli sistemdədir. Bəli, çempionat fərqli sistemdə gedir. Yəni belə ümumən düşünürəm ki, doğru addım oldu mənim üçün də. Yəni məncə maraqlı olacağına əminəm, maraqlı olacaq, xeyirli olacağına əminəm. Biz də uğurlar diləyirik təbii ki. Çox sağ olun, Mən təşəkkürlər. burada yəni tamaşaçılar da bilir ki, hər zaman verilişlərimizdə səmimi olmağa çalışmışam. Hər zaman nəyi varsa onu deyirik və mən həqiqətən bu gün Azərbaycan futbolunda bəyəndiyim çox nadir stoperlərdən birisən. Məncə sən stoper olaraq oynayırdın. Siz də belə deyirsiniz. Stoper oyna. Stoper oyna. Və əsas futbol oyun zəkası da, oyun ağlı çox önəmlidir. Təbii ki, fiziki istedad ayrı məsələ, amma oyun ağlı tam fərqlidir. O fonda uğurlar diləyirəm və inanıram ki, Rumuniyada çox uğurlu bir karyera sahib olacaqsan. Əsas burada bizim Azərbaycan futbolunda ən böyük problem legioner həyatı yaşamaqla bağlı mental problemlərdir. Biri deyir atam üçün darıxmışam, biri deyir nə bilim kim üçün darıxmışam, dostum üçün darıxmışam. Yəni səndə o yoxdur. İlk dəfə də onu deyim ki, yəni çünki sən indiyə qədər yəni Bolqarıstan çempionatında da izləmişik. Yəni hər zaman getdiyin kollektivlərdə də yəni çox belə tez bir zamanda qaynayıb qarışırsan. Yəni uyğunlaşma çox önəmlidir. Uğurlar diləyirik. İstərdim gələk elə bu sonuncu dəfə milli komandamızın təlim məşq toplanışında oldunuz. 2 yoldaşlıq görüşü və yoldaşlıq görüşündə təbii ki, Ayxan Abbasov üçün çox önəmli idi bu. Heyətin növbəti qarşılaşmalara uyğun olaraq, oyun planı, düstur olaraq nə etmək istədiyi və s. oyunçu profillərini müxtəlif mövqelərdə dəyərləndirmək. Düzdür, bir çoxları nəticələrə görə tənqid elədilər Ayxan Abbasovu. Siz necə düşünürsünüz? Yəni bu təlim məşq toplanışından Ayxan Abbasov yəni istədiyini ala bildimi? Yəni sizlə də təbii ki, söhbətləri də olur. Yəni oyun planında barədə danışıqlar olur. Yəni Cəlal Hüseynov necə düşünür? Yəni bu təlim məşq toplanışını ümumiyyətlə necə dəyərləndirərdin? Ümumi deyim ki, belə təlim məşq toplanışları çox vacibdir. Çünki milli komanda özünüz bilirsiniz ki, yəni çox qısa müddətdə yığışır həmişə və indi belə də deyək ki, çünki Ayxan mənim özü gələndə çox çətin bir vaxtda gəlmişdi. Yəni milli komandanın çox çətin vaxtında gəlmişdi. Və məncə çox yaxşı da bir iş görmüşdü həmin o çətin vaxtda gəlməyinə baxmayaraq. Yaxşı bir bəli, mübarizlik və üstər səfərdə oynadığımız Ukraynanın oyunda da yəni daha yaxşı nəticə ola bilərdi. Yəni belə baxanda güclü ölkələrdirlər, yəni hamısı dünya çempionatına getmək üçün oynayırdılar. Belə ümumi desəm, yəni o vaxtdan bu yana həqiqətən yəni məncə yəni hamı məncə təsdiqləyər bunu ki, yəni həqiqətən inkişaf var millidə. Yəni ümumən hər bir cəhətdən götürsək, istər texniki, taktiki və yaxud mübarizə, istər, yəni mentallıq hər bir cəhətdən məncə əlbəttə ki, inkişaf var. Ümumi götürsək isə əgər bu toplanışa görə, bu toplanış həqiqətən çox vacib idi. Çünki Millətlər Liqası öncəsi son toplanış idi və məncə belə deyə bilərəm ki, həqiqətən toplanışın özü çox yaxşı idi. Nəyə görə? Çünki istək var idi uşaqların, yəni hamımız futbolçuların hamısında istək var idi. Yəni məsəl üçün ümumiyyətlə yəni indi belə deyim ki, belə o ailə mühiti daha çox belə hiss olunur. Yəni əvvəl də elə idi, amma indi elə bil daha da biraz da bir məşqçimiz də öz insanımızdır. Yəni daha çox belə deyim hiss olunur. Və ümumi götürsək məncə deyə bilərəm ki, düzdür indi əlbəttə ki, nəticə hər şeydən önəmlidir də belə deyək ki, nəticə ən vacib nəticə. Azarkeş nəticəyə bax. Bəli, hər şeyə, yəni nəticə ən vacibdir belə deyim. O barədə biraz tənqidlər ola bilər, amma belə götürəndə isə 2 oyunu, çünki oyunlara yığışmışdıq da, yəni məqsədimiz o idi, Millətlər Liqası öncəsi oyunlara hazırlaşmaq idi və bu 2 oyun məncə bizə çox yaxşı şeylər qatdı. Çünki belə baxanda, yəni 2 oyunda da deyə bilərəm ki, yəni biz üstün tərəf idik. Yəni 2 rəqibində də ikisinə qarşı, ikisinə də biz üstün tərəf idik. Daha çox qol epizodları yaratdı, oyunu biz idarə edirdik. 2 oyunda da birini indi düzdür qalib gəldi, birini məğlub olduq. Amma yenə
də deyə bilərəm ki, məncə ümumən götürsək, Millətlər Liqası öncəsi yaxşı bir toplanış oldu bizim üçün. Həm məşqçi üçün bəlkə də ağlımda hansısa suallar var idi, hər hansı bir şey üçün. Məncə yəni belə deyə bilərəm ki, faydalı bir toplanış oldu. Bəli, faydalı toplanış oldu. Sadəcə belə deyim, biraz belə deyim, idman bəxti də biraz bizdən olmadı. Məsələn, çox qol epizodları yaratdıq. İki oyunda da bəlkə saysız hesabsız qol epizodları yaratdıq. Bəlkə də onları reallaşdıra bilsəydik, oyunları elə birinci hissədə də bitirə bilərdik, oyunları bizim üçün daha rahat keçə bilərdi. Amma bu da yəqin ki, elə bir siqnaldır da bizə ki, yəni daha ciddi, daha belə deyim, yəni daha da artırmalıyıq, inkişaf eləməliyik o yöndə. Ona görə deyə bilərəm ki, ümumən belə deyim, pozitiv və faydalı bir toplanış oldu bizim üçün, bəli. Bu toplanışda oyun planı, yəni ümumiyyətlə Ayxan Abbasovun oyun düsturunda Cəlal Hüseynov hansı mövqedə yer alır? Təbii ki, stoperdir, amma start 11-lik məsələsi bu dəqiqə gündəmdə. Şəxsən mən bugün siz və yaxud da sizin yaşda olan milli komandamızda yer alan futbolçular var ki, mən onları artıq yavaş-yavaş sizin əsas heyət üzvünə çevrilmənizin tərəfdarıyam. Çünki gələcək sizsiniz. Yəni qarşıdakı ən azından belə deyək 8 ili, 10 ili sizin nəsil futbolçuları götürəcək irəli. Təbii ki, müəyyən yaşda olanlar da var, bir neçə ilə karyerasını başa çatdıracaq olanlar da var. Ümumiyyətlə, yəni bu oyun şablonunda, düsturunda deyə bilərsəm ki, mən rahat çıxacam və mən rahat oynayaram. Son 90 dəqiqədə milli formada, təbii ki, bu qürur mənbəyidir, hər bir futbolçunun arzusudur. Ayxan Abbasov sizi hansı yerdə görür orada? Ümumiyyətlə, belə deyim, elə məni 6 nömrə kimi oynadan məşqçilərdən biri də elə Ayxan mənim olub. Keçən il mən məsəl üçün olanda Şamaxıda icarəyə gəldiyim müddətdə məni bir neçə oyunlar hətta yəni yoxlayıb, yəni yarım müdafiəçi kimi də oynamışam onda. Yəni belə bu sual mənə çox verilir ki, məsəl üçün harda daha rahat özünü hiss eləyirsən də. Açığı deyim, iki mövqedə də özümü daha rahat hiss eləyirəm. Düzdür, indi uşaqlıqdan belə deyim ki, yəni futbola başlayandan müdafiəçi kimi başlamışam, amma yəni orta, yəni yarım müdafiəçi kimi də məncə yəni pis alınmır. Mən də ümumiyyətlə düşünürəm ki, yəni belə. Və ona görə deyə bilərəm ki, iki mövqedə də harda şans verilərsə, 6 nömrə kimi çıxış eləyə bilərəm rahatlıqla. Yəni bunu çıxış eləyə bilərəm. Onsuz da məsələn bu sezonun demək olar ki, daha çox hissəsini məsəl üçün 6 nömrə kimi oynamışam da belə deyək də. Yəni ehtiyac olduğu zaman keçirdim müdafiəyə, ehtiyac olduğu zaman 6 nömrə kimi oynayırdım. Yəni ona görə deyə bilərəm ki, mən tərəfdən ümumiyyətlə bu barədə heç bir problem yoxdur. Məncə bunu Ayxan mənim də bilir, özü də başa düşür məncə. Rahatdır. Amma belə ümumi götürsək də ki, rəqabət var, normal olaraq rəqabət var, amma belə deyim ki, sağlam bir rəqabətdir. Yəni daha yaxşı oyna, daha yaxşı formada ol, qollar vur və yaxud daha yaxşı performans göstər və milli formaya götür. Ümumiyyətlə bundan, yəni bu bizim futbol elə bir şeydir ki, yəni 11 nəfərlik bir oyundur da. Yəni orada çağırılır, düzdür 20 nəfər olursan, 25 nəfər olursan, amma meydana çıxan 11 nəfər olur da. Sonradan da indi 5 nəfər girə bilər. Yəni belə deyim ki, yəni lap oynamasan belə, yəni çox belə deyim ki, etki eləyə bilərsən də komandanın içində də danışaraq, kömək eləyərək, həvəsləndirərək, yəni məsəl üçün komanda yoldaşlarımızda bunlar da vacib şeylərdir. İstər həmçinin də yəni hamı belə deyim ki, yəni bir-birinə belə dəstək olmalıdır da. Yəni bu məncə bununla belə irəli gedə bilərik də. Belə deyim ki, yəni oynayan, oynamayan hamısı bir olmalıdır və bir düşünməliyik. Çünki yəni qabağımızda hədəflər var, belə deyək. Bu tək milli komanda üçün, ümumiyyətlə klubda da yəni bu belə yəni gedir də, belə deyim. Ona görə çalışmalıyıq ki, məncə bir-birimizə həmişə dəstək olaq. Bu da var bizdə həqiqətən. Çünki yəni özünüz bilirsiniz ki, öz insanımız, yəni biz Azərbaycanlı insanlar necə istiqanlı, necə cana yaxın insanlarıq. Və əlbəttə ki, milli komanda da elədir. Çalışırıq ki, bir-birimizi dəstəkləyək və daha yaxşı belə deyim də motivasiya eləyək bir-birimizi, bəli. Və ona görə deyə bilərəm ki, məncə yaxşı olacaq. Yəni növbəti toplanış məncə bizim üçün vacib, çoxdur vacib toplanışdır. Bir də bu legioner məsələsi ilə bağlıdır. Legioner limitinin sərbəst olmağı yerli futbolçuların daha çox legioner həyatı yaşamasına təşviq etdi. Belə bir fikirlər səsləndirilir. Sən də biz belə deyək də son təbii ki Azərbaycan Premyer Liqasında da oynamısan bir sıra klublarda.
və yekunda legioner həyatı. Bu limitə görəmi Cəlal Hüseynov ümumiyyətlə legioner həyatı yaşamağı seçdi ki, gedim daha çox oynamağa cəhd göstərim və s. Yoxsa yəni fərq etmir. Yəni kim yəni hazır oldu, yəni legioner də gəlsə, yerli hazır olsa yerini oynadacaq, amma çox təəssüf olsun ki, bəzi məqamlarda məşqçilər daha çox legionerə tərəf qaçırlar. Belə deyim, ümumiyyətlə birinci ümumi legionerdən bəli, danışım, sonra danış, özümə bəli, keçərəm. Ümumən belə deyim ki, yəni belə götürəndə ümumən yəni çox az liqalarda var ki, legioner limiti yəni olsun da, yəni limit olsun da, belə deyim. Sərbəst olmasın. Yəni sərbəst olmasın da, yəni. Bu düzdür, bəlkə də bir tərəfdən indi belə deyim, bizim Azərbaycanlı futbolçulardır. Mən də Azərbaycanlı futbolçu kimi bizə bir tərəfdən köməkdir ki, yəni daha çox işləməliyik, daha çox daha yaxşı bir performans göstərməliyik. Bəlkə də bu bizim hardasa bir tərəfdən bizə daha yaxşı təsir eləyə bilər də. Amma bir tərəfdən də düşünürük ki, məsəl üçün milli komanda var və ümumən götürsək bizdə ölkə olaraq futbolçu sayı elə də çox deyil də, yəni məsəl üçün bir 500 nəfər içindən seçilmir də, yəni çünki az da Azərbaycanlı futbolçu da belə deyək. O barədən yəni iki başlıdır da, belə deyə bilərəm ki, iki başlıdır bu mövzu. Yəni düz deyim də bunu burada mənim belə danışmağım bəlkə də çox düzgün deyil, belə fikirləşirəm də məncə. Yəni öz fikrimcə. Subyektiv fikrindir. Yəni onsuz da elə yəni deyə bilərəm ki, iki başlıdır. Yəni iki başlıdır ki, yəni yaxşı da ola bilər, pis də ola bilər. Yaxşı o tərəfdən olar ki, daha çox performans göstərməliyik və bu da bizim daha çox çalışıb daha çox artırmağımıza səbəb ola bilər. Bir tərəfdən isə məsəl üçün burada məsəl üçün indi məşqçilər də var ki, məşqçilər tərəfdən də baxmalısan. Çünki klub da onlardan nəticə tələb eləyir. Və nəticə tələb elədiyi üçün də burada legionerlər var, hansı ki, legionerlər demək olar ki, yerli futbolçulardan daha çox pul alırlar. Və daha çox pul aldığı üçün məsəl üçün o artıq belə deyim ki, daha öndədir. Yəni o oynamalıdır. Yəni yerli ən azından ondan bir baş, iki baş üstün olmalıdır ki, yerli oynasın da və buna da yenə də deyirəm, daha çox çalışmalıyıq ki, biz oynayaq da daha çox. Amma belə baxanda ümumən oynayan yerli futbolçular da var elə hal-hazırda liqada. Ki, yəni bu yenə də deyirəm, yəni əgər güclüsənsə məncə yenə də oynayacaqsan. Yəni fərq etmir, limit olur, olsun, olmasın. Legioner ol, gəlsin, gəlməsin. Çünki yəni indi liqamızda da gələn legionerlər var, hansı ki, yəni yerli futbolçularımız onlardan iki baş üstündür, yəni. Çox elə legioner var, hansı ki, yerli futbolçular onlardan üstündür. Amma burada artıq seçim məsələsidir ki, yəni ümumiyyətlə klubların və yaxud məşqçilərin belə deyim də. Amma yəni onların da öz düşüncəsi var. Məsələn, biz indi burada deyə bilərik ki, yerli futbolçu oynasın, belədir, elədir, amma onların da öz baxış tərəfi var, öz baxış bucağı var, öz pəncərələri var. Onun üçün də məsələn bu haqlı ola bilər. Çünki başa düşür, fərqlidir də, hamının öz perspektivi var, hamı öz perspektivindən baxır. Ona görə biraz fərqlidir. Amma ümumən mənə gələndə isə, mən ümumiyyətlə gedəndə heç limit yox idi ümumiyyətlə. Yəni limit var idi da, belə deyək. Limit var ki, yerli futbolçu oynamalı idi. Mən gedəndə belə ümumiyyətlə mən ilk A komandaya qalxandan, Zirədə, bəli, Zirədə ilk A komandaya qalxandan mən elə həmişə istəyim olub ki, legioner həyatı yaşayım, legioner olum, legioner. Çünki onların orada gəlib bizim ölkədə oynamaqlarını görüb biraz da özümdə marağı gəlirdi mənə. Şükür olsun ki, yəni bu mənim üçün oldu həqiqətən də. Yəni ümumiyyətlə deyim ki, bu legioner həyatı yaşamaq həqiqətən möhtəşəm bir şeydir. Yəni istər sənin şəxsi həyatı var, istər sənin futbol karyera var. Yəni həqiqətən yəni təcrübəsi möhtəşəmdir. Yəni çox böyük bir təkandır sənin üçün. Yəni sən artıq çox başqa cür düşünürsən, çox başqa cür görürsən artıq hər şeyi, belə deyim. Yəni bunlar hamısı vacib amillərdir. Ona görə əgər ki hər hansısa bir yerli futbolçumuza təklif varsa legioner həyatından məsəl üçün məsləhət bilə bilərəm ki, yəni getsin, yoxlasın ən azından özünü, yəni görsün, yəni. Çünki yəni hər şey Azərbaycanla bitmir də, yəni belə ölkə futbolu ilə bitmir, yəni. İnkişaf etməli. Belə də bir şey deyim ki, yəni gördüyümüz o səhnələr var ki, hansı istər Çempionlar Liqası olsun, istər yəni daha güclü liqalar olsun. İnanın ki, yəni çox da məncə uzaq deyil. Yəni mən şəxsən öz fikrimdə düşünürəm ki, çox uzaq deyil və çox da çətin deyil yəni oralar. Yəni sadəcə yəni istəməliyik və oralar üçün oynamalıyıq da. Bəli. Yəni çünki belə deyim ki, ölkəmizin çempionatı həmişə var.
Yəni nə vaxtsa qayıda bilərik bura. Yəni yerimiz tapılar. Yəni biraz zəif komandada da olsa, biraz daha aşağı büdcəli komandada da olsa tapılar yerimiz. Amma məncə legioner həyatı həqiqətən məncə çox böyük bir şeydir. Yəni bunu hamıya yəni istəyirəm ki, hamı bunu eləsin, hamı bunu yaşasın yəni. Yəni deyirsən ki, Azərbaycanda qalmaqla yüksələ bilmərsən. Davamlı legioner həyatı yaşamalısan ki, fərqli çempionatlarda iştirak eləyə, Qurban müəllimin sözü var, böyüyə o yerlərə gəlib çata biləsən. Yəni bunu deyirsən ki, yəni yox, gənc perspektivli futbolçular hansı ki, təklif gəlsə, bunu mütləq dəyərləndirsinlər. Bəli, ümumiyyətlə belə deyim. Məsələn, mən Muradı, Neftçidə oynayan Muradı, yəni çox alqışlayıram. Təklif gəldi, dəyərləndirdi. Bəli, uğurlar olsun. Getdi. Yəni oynama. Yəni o sınama, yəni gəldi gözləyim 1 ildə, 2 ildə. Yəni bilmirsən ki, 1 ildən sonra nə olacaqsan, nə zədə ola bilər. Nə bilim, nə bilmək olmur da futbol elə bir sahədir ki, yəni gələn məşqçi səni ümumiyyətlə silər, oynatmaz. Yəni o gəldisə o dəyərləndirmək lazımdır. Odur ki, yerli futbolçularımıza elə Cəlal da burdadır. Yəni müraciət edirəm ki, heç nədən çəkinməyin. Yəni əgər nəsə suallarınız varsa cavab Hüseynova zəng edə bilərsiniz. Belə çıxır amma məsləhət ala bilərsiniz. Belə deyim ki, ümumiyyətlə belə deyim, yəni çəkinəsi məncə bir şey yox. Düzdür, çətindir. Yəni məsələn keçən Mahirin bir verilişi vardı. Orada deyirdilər, Mahir özü deyirdi ki, məsələn o məndə də sıra ağlıma gəldi ki, düz deyir, Mahir düz deyir. Deməli tək mən bunu görmüşəm, Mahir də bunu görmüşəm. Bəli, yaşayırsan da təcrübə. Məsələn mən heç yerdə görmürəm ki, yəni getdiyim ən azından ölkədə də Bolqariyada, hələ ki birinci belə Bolqaristanda məsəl üçün yəni heç vaxt görmədim ki, legioner futbolçusunu yerli futbolçudan üstün tutsunlar. Yəni lap birbaş belə legioner güclüdürsə, çalışırlar ki, yerliyə daha çox təkan versinlər və yerli oynatsınlar. Məsəl üçün mənim komandamda biz 5 legioner var idik da, 6 yaxşı belə deyək də, 5-6 legioner var idi. Yəni onlar çalışırdılar ki, yerli futbol. Biz elə oyun olurdu ki, oyuna 10 yerli bir legionerlə çıxırdıq. Yəni belə şeylər var. Düzü çətindir. Yəni sən gedirsən onların ölkəsindəsən, sən artıq ordasan, daha güclü olmalısan. Bəli, baxış bucaqları tam fərqlidir, səndən istəklər tam fərqlidir. Yəni burada belə deyim ki, ölkədə kimsə sənə belə deyim də deyər ki, yerli futbolçusan, sənə kömək eləyər biraz. Amma orada artıq sən yəni elə olmalısan ki, yəni daha güclü olmalısan onlardan. Hər an hazır daha yaxşı olmalısan, bəli, hər an hazır olmalısan hər şeyə. Yəni bunun belə deyim yaxşı tərəfləri də var, yəni belə deyim çətin tərəfləri də var, hansı ki, yəni bunlara da dözmək lazımdır. Yəni əgər çıxmısansa bu yola, məncə yəni buna dözmək lazımdır, çünki ona dəyir. Yəni belə deyim, bəli, dəyir, yəni bu sadəcə sənə müsbət təsir eləyə bilər də, həm həyatıva, həm də futbol karyerava müsbət təsir eləyə bilər. Ona görə deyərdim ki, həqiqətən yəni futbolçular məncə yəni əgər varsa variant, çünki belə deyim ki, variantlar da həqiqətən çətin olur da, çətin olur. Çünki məsəl üçün yəni çox var belə ki, yəni bir Azərbaycanlı futbolçu və bir atıram hər hansısa bir ölkədə, Gürcüstan deyək də indi bizə yaxınlardan olsa ikimizin arasında onları daha çox götürəcəklər, onları daha çox seçəcəklər. Yəni bu pasportumuz müəyyən. Bu da var. Yəni amma kimsə bunu çıxıb artıq yəni bir yerlərə qaldırmalıdır da. Yəni Gürcüstan da birdən-birə belə olmadı da ki, onları seçsin. Nümunə yaratmalıdır artıq kimlər. Ki onlar da bilsinlər ki, bu torpaqlardan da futbolçu var. Yəni çünki yəni biz də zəif deyilik. Yəni biz məncə onlardan da güclüyük yəni. Yəni bizdə də var, çox güclü futbolçular var, yəni hansı ki gedib güclü liqalarda oynaya bilərlər. Yəni buna mən əminliklə deyə bilərəm yəni. Yəni bu var, sadəcə getmək lazımdır və belə deyim, əziyyətlidir yol, amma gedib bunu getmək lazımdır. Yəni ən azından yola çıxmaq lazımdır. Çıxmalı ki, görəsən nə var nə. Yəni oturum gözləyim biraz çətin orada. Daha yaxşı variant, gedərəm, oynamaram. Yəni bu biraz çətindir. Yəni getmək, ən azından yoxlamaq lazımdır. Deməli, birinci bu sənin də yəni bir təcrübəli, yəni təcrübə yaşayan bir futbolçu kimi, legioner həyatı yaşayan bir futbolçu kimi tövsiyən və məsləhətin odur ki, yəni birinci belə deyək, psixoloji hazır olmalısan getmək üçün. Birinci özün qərar verməlisən ki, mən getməliyəm. Özünü sınamalısan. Alınacaq, alınmayacaqdan deyil, taleyin işidir, futboldur. Yəni şans da çox önəmlidir.
Yəni çox önəmli detallara toxundun. Həqiqətən bu gün Azərbaycan futbolunda ən böyük problemlərdən biridir ki, yəni legioner oyunçularımızın sayı azdır. Yəni Avropada və digər ölkələrdə top qovan. Belə danışdıq, dedim bayaqlarım ki, yəni A komandaya yüksələn Rəşad Sadıqov Cəlal Hüseynovun həyatında nə kimi rol oynayıb? O əlbəttə ki, yəni ümumiyyətlə Rəşad mənim belə deyim, ona da salam olsun, ona da uğurlar öz işlərində həqiqətən, Bəli. yəni çox böyük bir fiqurdur Azərbaycan futbolu üçün. İstər futbolçu kimi, yəni böyük fiqur olub, indi də məşqçi kimi Məşqçi kimi. məncə, yəni gələcəyimizin ən böyük Nümunədir bir. məşqçilərimizdən, belə deyim də, bəli, nümunələrindən biridir. Yəni o insanın futbola baxış tərzi, yəni bir məşqçi kimi həqiqətən çox başqadır. Yəni mən 1 il oynamışam. Yəni belə 2 il olmuşam Rəşad Aha, mənim bəli. yanımda, amma birinci ildə biraz az oynayırdım onda. Amma ikinci il tam Start oynamışam oynama. və start heyətində oynamışam. Yəni həqiqətən yəni mənim bu yerə gəlməyimdə çox böyük, yəni əməyi həqiqətən danılmazdı. Heç vaxt yəni danmaq olmaz onun əməyini. Çünki mən də onun mövqeyində oynayırdım deyə, bu da bir şey var idi ki, mən onun mövqeyində oynayırdım deyə ondan daha yaxşı şeylər Öyrənirdi, öyrənirdim. bəli. Çünki özü də bu mövqeydə oynayıb və çox yaxşı da bir karyeraya Sahib olub. Həm də futbolçu kimi ağıllı bir futbolçu olub. Özümü biraz belə deyim ki, yəni onda olan keyfiyyətləri, yəni məncə məndə də var, belə deyim. Aha. Yəni ona belə deyim ki, oyun tərzlərimiz Oxşuyur. oxşuyur da, belə deyim Aha. bir-birinə. Yəni ona görə ondan çox şey öyrənmişəm. Profil Yəni olaraq eyni. Bəli, belə meydanın içini, yəni meydanın Görməyi. içini görməyi, meydanı oxumağı, ümumiyyətlə nə baş verə bilər Topun qarşıdakı olduğu, topun dəqiqələrdə, zonaya, bəli, bəli, nə bəli. ola bilər, nəyi necə, nəyi nə vaxt Əvvəlcədən proqnozlaşdırmaq. Bəli, yəni o işdə ümumiyyətlə ustadır, yəni məncə həqiqətən yəni nömrə 1-dir, yəni o işdə yəni, mənim gördüyüm yəni şeylərdə yəni nömrə 1-dir həqiqətən. Yəni o barədə həqiqətən çox şey öyrənmişəm. Yəni mənə də şansı belə baxanda o vermişdi elə. Bəli, bəli. Rəşad mənə vermişdi və məncə Buradan salamlayırıq Rəşad müəllimə. salam olsun Rəşad müəllimə də. Yəni 1 il ərzində çox böyük bir inkişaf olmuşdu da məndə, yəni belə deyim. Yəni bəlkə də o şeylərin də çörəyini, bəlkə yox, elə çörəyini yemişəm də ki, yəni belə deyim, Onun yəni öyrəndiyini- getdiyim yolda, indi getdiyim yolda da Bəhrələndiyin. bəhrələndim. Tək futbol mənasında yox, psixologiya məsəl üçün mənasında da. Yəni məsəl üçün mentala gəlirik. cəhətdən, Yenə də yekunda gəlirik mentala çox, çıxırıq. yəni ümumiyyətlə bu insan həyatında da belə deyil ki, yəni Həyatda bəli, mental müxtəlif bütün sahələrdə belə. bütün sahələrdə belədir də. Yəni mental cəhətdən də çox güclü İradən, bir mental insandır. güclü olmalıdır ki, istənilən nəticəyə Bəli. çata biləsən. Ən azından çatmasan belə o istiqamətdə əməli fəaliyyətin hiss edilməlidir. Eləməlisən, yəni düzdür. Aysu düz çox qəşəng belə vurğuladınız ki, yəni ən azından onu yaşamalısan, ona can atmalısan, bir şeylər eləməlisən. Onda həqiqətən insan çox da öyrənir ümumiyyətlə. Yəni çox öyrənir, yəni belə deyə bilərəm bəli. Siz təbii ki, legioner həyatı yaşadığına görə təbii ki, Azərbaycan Premyer Liqasına bağlı sual versək, hər halda yəni cavablayarsan. Çünki Əlbəttə ki. yəni burada indi bəzi futbolçular var ki, yəni digər klublar haqqında danışmaq istəmirlər, ən azından ki, öz klublarında görə və s. Bu mövsüm yəni Avrokuboklarda rəqiblər də bəlli oldu. Turan-Tovuz təəssüflər olsun ki, kənarda qaldı. Onun yerinə ilə sən sabiq komandan Zirə gedəcək, yollanacaq Konfrans Liqasına. Neftçi də ikinci təsnifat mərhələsindən qoşulacaq. Ümumiyyətlə bu püşkü necə dəyərləndirirsən və bu mövsüm əsas mərhələdə Azərbaycanın neçə klubunu görsən Avrokuboklarda? Ümumən deyə. Ümumən. Yəni bu Mən Sabah yəni fantastikadır. Zaten Sabahın oyun düsturu, oyun planı ötən mövsüm yəni dəhşət, yəni sözlə ifadə olunması dərəcə. Bax, Sabahdakı legionerlər kimi, Qarabağdakı legionerlər ola, onlardan məsələn yerli də öyrənir, bəhrələnər. öyrənərsən, daha Bəli, çox bəli. öyrənərsən. O məsələyə yenə gəl. Necə dəyərləndirər Cəlal Hüseynov? Ümumən bütün komandalarımıza uğurlar arzulayıram bu yolda. Avrokubok ümumiyyətlə maraqlıdır da, yəni çox belə başqa bir şey Səviyyədə. istərdi əlbəttə ki. Düzdür, o qədər də gedib yuxarı gedib çıxmasaq da, yəni Avrokubokda oynamamışam hələ ki, yəni belə deyim qrup mərhələlərində də, amma yenə də yaxşı istərdi də, yəni belə deyim. Ümumiyyətlə hamısına uğurlar arzulayıram. Belə deyim, belə açıq deyim ki, püşklərdən çox da xəbərim yoxdur, bilirəm, Zirəni bilirəm, kimdən düşüb, Neftçidən. Qarabağ, Neftçidə. Qarabağdan da xəbərim var. Neftçidə Dinamo Minsk. Bu biraz bilsiz necədir? Yəni bu biraz yəni sürprizlər çox ola bilər də yəni burada. Yəni düzdür, bizim komandalarımız da zəif komandalar deyil.
Yəni məsəl üçün adi götürək Sabahın PNS özü keçmədi. möhtəşəm, yəni bir sezon keçirdilər. İndi məsəl üçün bunun Qarabağ. davamı mən belə deyim, bu sezon çətin idi Sabah üçün. Amma növbəti sezon daha çətin olacaq Sabah üçün. Çünki məsələn çempionlar artıq və oyun ünvanını da qorumalıdırlar. Üstəlik Avroliqada da oynayacaqlar. Yəni Çempionlar Və Liqasında güclənən oynayacaqlar. Neftçi gəlir. Güclənən Neftçi gəlir arxasından. Tovuz yenə öz iddiasını qoyacaq. Qarabağ yəni Ötən mövsümü yəni yenidən qabıq dəyişdirən bir Qarabağ Qarabağ var. belə deyə bilərik. Yeni Bəli, transferlər. Yəni mən belə desəm ümumiyyətlə çempionatımız üçün məncə yenə də ən böyük favorit Qarabağdır. Yəni məncə Yenə də Qarabağ. Mənim fikrimcə yenə də məncə Qarabağ ən böyük favoritdir yenə də şey üçün. Amma belə ümumi Avroliqa üçün hamısına uğurlar arzulayıram. Yenə də dediyim kimi biraz əlbəttə ki çətin olacaq normal olaraq. Çünki rəqiblər də onu istəyirlər də. İstəyirlər ki, daha yüksək mərhələyə keçsinlər, daha çox irəliləsinlər, yəni qruplara qalsınlar. Amma yəni belə ümumən bir şey deyə bilməyəcəm. Yəni təhlil eləyə bilməyəcəm ki, zirə gedər, Neftçi qalar, yəni belə deyim, belə deyə bilməyəcəm. Yəni, Amma ən azından ilk oyunlarda ən azından məncə bir iki komandamız əsas mərhələdə olacaq. Bəli, girsə, yəni ümumən də Konfrans Liqası və yaxud Avrokuboklarda olsa, bəli, Avrokuboklarda olsa, yenə hər şeydə Azərbaycan futbolu üçün də belə deyim. Cəlal Hüseynov, futbolçu kimi soruşmuram, bir azarkeş kimi. Azərbaycanda hansı kluba simpatiyası daha böyükdür? Belə deyim, əlbəttə ki, mən indi Zirədən çıxmışam. Zirə futbol klubu, yəni mənim üçün yəni bir evdir də. Çünki Aydın məsəl, oradan parlamısan. Bəli, oradan parlamışam uşaqlıqdan və ora mənim üçün həqiqətən başqa bir belə deyim də yəni o Zirəni belə deyim çıxardım. Hə, Zirəni indi qoyuruq kənara, orada yetişmisən, aydın məsəl. Ümumi götürəndən də böyük. Ümumi götürəndə isə belə deyə bilərəm ki, yəni böyüyəndə həmişə yəni Neftçini görmüşəm də belə deyim. Yəni Neftçini görmüşəm. Neftçi yəni həqiqətən böyük klubdur. Bəli. Yəni belə deyə bilərəm ki, belə azarkeşlik eləsi olsam, yəni futbolçu olmayıb bir sıravi azarkeş olsaydım, futbol azarkeşi olsaydım, yəqin ki Neftçiyə belə deyim, azarkeşlik eləyərdim. Nə vaxtsa oynamaq istəyərdin Neftçidə? Niyə də yox, əlbəttə ki, Neftçi yəni dediyim kimi böyük bir klubdur, flaqmandır Neftçi. Yəni, nə qədər indi yaxşı günlərində yaşamasa, Yavaş-yavaş artıq düzəlib. Məncə də düzələcək. Yəni Neftçi yenə də buna yüksələn bir Neftçi var. Yenə də məncə yəni böyük komandadır. Yəni Neftçidə oynamaq. Məncə hər bir Azərbaycanlı futbolçu, yəni tək mənim yox, hər bir Azərbaycanlı futbolçunun məncə istəyi olar ki, Neftçidə oynasın. Yəni Neftçi böyük komandadır. Bir də Cəlal, bu günlərdə yəni Qarabağ təlim məşq toplanışına yollandı və o siyahıda olan oyunçulardan biri də uzun müddətdir heyətdən kənarlaşdırılan Elvin Cəfərquliyev idi. Və bu gün o açıqlandı. Elvin çox sevindi. Yəni bütün azarkeşlər yazır. Qurban Qurbanov Elvini bağışladı. Onu bağışlamaq olarmı? Amma təbii ki, heyətdə yer alırsa, təlim məşq toplanışına müqaviləsi var, getməlidir normalda. Yəqin sən də milli komanda yoldaşsınız, yəqin müəyyən söhbətlər də aparmısınız və s. Elvin necə düşünürsən? Qurban müəllim onu əfv edəcəkmi? Yoxsa Elvində legioner həyatı yaşamağı düşünürmü? Məsələn, ola bilərmi sənlə məsəl üçün müzakirə apararkən ondan bağlı suallar verə? Necədir? Başa düşdünüz? Belə deyim, bu biraz komandanın daxili kodeksidir ki, orada məsələn biz o işlərə məsələn bizim işimiz deyil ki, yəni Qurban müəllim onu bağışlayacaq və yaxud Elvin nə elədi, nədir. Bunlar artıq biz bir şey keçib, yəni bu da perspektivdən danışır. Amma məncə yəni Elvin dəqiqə həqiqətən yaxşı formadadır. Yəni məncə belə düşünürəm ki, Elvin özü də istəyər ki, legioner həyatı yaşasın da, yəni məncə. Məncə yəni artıq tam vaxtıdır, yəni məncə Elvin bəlkə də bunun üçün hazırdır, yəni öz fikrimcə. Məncə Elvin bunun üçün hazırdır, yəni gedib oynaya da bilər, yəni. Yəni böyük liqalarda da oynaya bilər məncə, yəni çünki hər şeyi var, yəni çünki bu adam bunu göstərdi. Yəni Çempionlar Liqasında oyunun oyunçusu seçilib.
Bilirəm. Elə bir şey Böyük bir deyil. şeydir, bəli. Bəli. Yəni məncə oynaya Həftənin bilər. yığmasında Bəli, yer alıb, komandasında, komandasında, bəli, Rəmzi bəli. heyətdə yer alıb. Yəni məncə gedib oynaya bilər, amma artıq burada isə orada öz şəxsi aralarındakı necə deyim, məsələlər var ki, necə olacaq, nə olacaq, qalacaq, gedəcək, getsə hara gedəcək, qalsa necə olacaq. Belə amma Elvinə də uğurlar arzulayıram. O da əlbəttə ki, yəni belə milli komandamız üçün vacib futbolçudur. Məndən soruşsanız mənim öz fikrimcə getsə əla. Daha əla olar. Daha yaxşı, super olar, yəni. Yəni mən daha çox sevinərəm, yəni getməyinə. Amma belə getməsə də, qalsa da, yenə də o da öz perspektifindən baxacaq dediyimiz kimi və özünə ən yaxşı olan qərarı məncə verəcək inşallah ki, yəni. Cəlal Hüseynov öz karyer planlamasını təbii ki qurub. Özü də beynində onu canlandırır. Yəni zaten beynində nəyisə canlandırmasan, gələcəyi qurmaq biraz çətin məsələdir. Ən azından birinci onun xəyalını qurursan və o xəyal istiqamətində nələrsə inşa etməyə çalışırsan. Bir neçə il sonra Cəlal Hüseynov özünü Avropada hansı yerdə görür? Belə deyim, Arzusu hansı ölkədə oynamaqdır, hansı ölkə çempionatında forma geyməkdir? Belə deyim, ümumiyyətlə bu yola çıxanda da, legioner həyatı yaşamağa başlayanda da, ümumiyyətlə futbola başlayanda da hamı məsəl üçün də atıram elə adicə məhəllədə belə futbol oynayanda həmişə belə olur da, hansısa bir futbolçunun adını götürürsən, hansısa mən filan kəsəm, mən belə. Uşaqlıqda elə olmuşuq hələ. Bəli, yəni belə deyim, ümumiyyətlə o vaxtı biz deyim də 90-lara təsadüf eləyir mənim uşaqlığım. Biz alırdıq köynək, əziz tamaşaçılar, yəqin bir çoxlarınız ilə flomasterla arxadan adını yazırdıq. Məsələn, falan bir məhəllə Braziliya olurdu, o məhəllə İtaliya olurdu. Maraqlıydı. Gedirdik də bir pul atışırdıq, gedirdik tirdən bir kubok alırdıq məhəllələr arası. Qalib olan onu götürürdü. Bəli, maraqlı bir şeydi. Yəni təbii ki, o xəyalı qurursan. O yaşlardan qurursan o xəyalı. Əlbəttə ki, o uşaqlıqdan, yəni məncə, özümdə deyə bilərəm ki, həmişə o qurulub və bu oynamağa başlayandan sonra artıq istər Zirədə, sonradan Şamaxıda, yəni daha çox insan başa düşməyə başlayır, yəni özümdə götürürəm, başa düşməyə başladım. Yəni onlar uzaq deyil də, yəni ola bilər. Legioner həyatı üstünə gəldi, daha da yaxınlaşdı buna sonra milli komandada böyük arenalarda oyunlar görürsən və görürsən ki, daha da yaxınsan da ora, yəni gedib çıxa bilərsən, belə deyə bilərəm. Və əlbəttə ki, həmişə hədəf daha yüksəkdir. Yəni ən azından o hədəfi qoysan özünə, onun altı belə olsa, yenə də o da bir yüksək hədəf kimi görsənir. Amma belə ümumiyyətlə istəyərəm ki, top 5 liqada oynayım. Yəni yenə də dediyim kimi bunu axır ki, Azərbaycanda hansısa bir futbolçu eləməlidir, düzdür? Bəli. Yəni niyə mən onu eləməyim? Niyə mən olmayım o futbolçu ki, hansı ki top 5 liqada oynayır da, yəni hal-hazırda və Azərbaycanda yəni belə deyim ki, yəni indiki halda, yəni təmsil eləmək istəyirəm. Həqiqətən də, yəni ümumiyyətlə hədəfim də bu yöndədir ki, yavaş-yavaş. Amma məsələn bizdə biraz o çətin olur. Nəyə görə? Çünki bizi bir anda məsələn heç kim Real Madridə götürmür, bir anda nə bilim heç daha az Eintracht Frankfurta götürmür məsələn də. Yəni bizdə məncə belə fikirləşirəm ki, məncə addım-addım olmalıdır. Yəni belə bir liqa, sonra daha güclü bir liqa, oradan bir sıçrayış daha. Yəni məncə məsəl üçün sən indi hal-hazırda mən tam sənin fikrimdir bu. Yəni tamaşaçılar da bilmirəm necə düşünür. Rəy bölümündə yazanlar. Məsələn sən adın Cəlalinho olsaydı, bəlkə də indi Almaniya Bundesliqasında oynayırdı. Ola bilərdi, bəlkə də ola bilərdi. Yəni həqiqətən yenə də dediyim o məsələyə gəlir ki, həqiqətən yəni ola bilərdi. Biraz bir ölkə olaraq biz futbolda özümüzü sübut etməliyik. Yəni sübut etməsək yəni çətin olacaq. Çətin olacaq. Yəni bu belə də davam eləyəcək. Yəni biz bunu hardasa qırmalıyıq, yəni bu ya milli komanda olaraq bunu qırmalıyıq, ya da ki futbolçu olaraq ya da klub məsələn Qarabağ bunu çox qırdı artıq. Yəni Çempionlar Liqasında. Tək ötən mövsüm yox, ümumiyyətlə də son mövsümlərdə yəni Qarabağ yəni çox top səviyyədə oynayır və yəni bunu qırdı artıq, yəni məsəl üçün də. Yəni belə deyim ki, bizi təmsil elədi çox üst səviyyədə özü. Bəli. Amma belə biraz da lazımdır ki, artıq futbolçularımız da bunu qırsın və milli komanda olaraq biz ümumiyyətlə qıraq da, yəni bu vacibdir. Yəni istəyiriksə əgər, yəni məsələn bu bir gün yəni məsələn indi dünya çempionatı gedir, düzdür? Yəni dünya çempionatında oynayan komandalar çoxdur da, yəni məsəl üçün daha balaca ölkələrdə deyək də.
Yəni niyə biz olmayaq da orada? Yəni biz də ola bilərdi. Gürcüstan oynayırsa Avropa çempionatında, Bizdə ola bilər. biz niyə oynamayaq? Başa düşürsüz? Bu Yəni çox məncə önəmli suallar. bunun üçün də qırmalıyıq. Hardasa kimsə gedib bunu qırmalıdır, o yolu belə deyim ki, açmalıdır və arxasınca gəlməlidir. Amma ümumiyyətlə belə bir şey deyim ki, yəni buna hazır olmalıyıq. Yəni biz nə məndə, yəni bunu uşaqlıqdan artıq yəni bunun belə deyim ki, bünövrəsi qoyulmalıdır da. Yəni həm futbolçunun ağlında qoyulmalıdır ki, Çox sən gözəl. gedib ora üçün oynayırsan, sən ora Çox üçün gözəl, yetişirsən, bəli. başa düşürsən? Yəni bunu uşaqlıqdan Bəli, bəli. artıq olmalıdır. Mən indi gəlib buralara çatanda görürəm ki, çətinlik olur. Nəyə görə? Çünki o qədər uzağı fikirləşmirdik. Məsələn, mən özüm fikirləşmirdim bu qədər uzağı ki, yəni belə, yəni yenə də deyirəm, gedib çatandan sonra görürsən ki, çətin deyil oralar, o qədər də çətin deyil. İnşallah ki, addım-addım məncə mən olmasam belə inanıram ki, yaxın Kimsə gələcəkdə gələcəkdə yeni olacaq, nəsillərdən. yəni mütləqdir ki, olacaq. Yəni bu artıq bir yerdə qırılmalıdır, yəni fərqi yoxdur. İstəyir mən olsam əlbəttə ki, daha gözəl Daha olar. yaxşı olar, Daha inşallah. əla olar. Allah arzunu Amma etsin. kim olsa da yəni ancaq ona dəstək ola bilərik ki, Bəli, çünki Azərbaycanlıyıq Adı, hamımız. bəli, bəli. Cəlal Hüseynov hansı stoperi, öz mövqeyi üzrə oynadığı oyunçunu özünə belə kumir deyəkmi, yoxsa stil olaraq oynatmaq? Bayaq dedin, hər birimiz uşaq vaxtı deyirdik ki, filan oyunçu yox və s. Hansı oyunçunu özünə örnək götürürsən və ümumiyyətlə bu bir, ikincisi də ümumiyyətlə mütaliə ilə məşğulsanmı? Yəni mütəmadidir boş vaxtlarda bəzən görürsən ki, kamp dönəmində olur. Nə iləsə məşğul, bir çoxları PlayStation oynayır təbii ki, Azərbaycan futbolçularının əksəriyyəti onu O sədir. belə deyim ümumiyyətlə bütün Dünyada da bu bəli belədir. oynayır, amma Mən də adamlar da var oynayıram. ki, fərqli. Adam bəzi futbolçular var ki, yəni müəyyən hissələrə Fərqli, bölür də. bəli, bəli. Həm mütaliəsi Hobilər var, fərqlidir. bəli, həm oyunu var, hər şey var da. Yəni bu sualıma zəhmət olmasa cavab verərdim. Oyunçu olaraq kimi özünə nümunə. Hə, oyunçu olaraq deyə bilərəm ki, indi məsələn o dediyimiz uşaqlıqda əlbəttə ki, mən gördüyüm Messi idi, yəni Messi. Yəni mənim üçün Messi dünyanın ən gəlib keçmiş. Mövqeyin üzrə. Ən güclü futbolçudur. Amma mövqeyim üzrə bir neçə Əsas odur, futbolçular mövqe. var. Bir neçə futbolçular var. Məsələn, mənim ən çox sevdiklərimdən biri Hummels idi. Hummels yəni həqiqətən çox bəyəndiyim futbolçu idi. Yəni həqiqətən bu yaxınlarda onsuz da bitirdi karyerasında. Yəni son vaxtlar belə məncə ilk vaxtlarından belə deyim daha yaxşı oynayırdı da. Yəni mən onu çox bəyənirdim. Məsələn, Nümunə idi öz həyat hekayəsi ilə də və oyuna futbolçuluq karyerası ilə də. yəni Hər getdiyi klubda Dortmunddan Bayern Münchenə, orada milli komandada, yəni dünya çempionu. Yəni çox böyük futbolçu olub. Həqiqətən mənim mövqeyimdə də sırf məncə çox güclü futbolçu, çox ağıllı müdafiəçidir. Məsəl üçün indi mən həmişə ona baxırdım. O hücumçunun qabağında oynayırdı. Məsəl üçün normalda müdafiəçi hücumçunun arxasında dayanırdı, düzdür? Yəni görsün, onun hərəkətlərinə reaksiya versin. Bu onun qarşısında oynayırdı. Yəni qarşısında oynayırdı həmişə. Yəni belə şeylər vardı. Yəni bunlar yəni əlbəttə çətin şeylərdir. Bir stoper üçün eləmək çətin şeylərdir, amma çox ağıllı olduğu üçün, oyunu yaxşı oxuya bildiyi üçün, yəni bunları çox rahatlıqla eləyə bilirdi, yəni belə deyim. Ən çox onu çox futbolçular var. Məsələn, Sergio Ramos'un özü də yəni çox bəyənirdim. Onun belə aqressiv olmağı, lider olmağı çox belə xoşuma gəlirdi. Amma Hummelsi belə deyim ki, daha çox belə ayırardım da, yəni mənim üçün Hummels daha yaxşı futbolçu, yəni belə olub deyə bilərəm də. Kamp dönəmində Həmin ona gəldikdə isə boş vaxtlarda mən kitab oxumağı sevirəm, yazı yazmağı məsəl üçün ümumiyyətlə bunlar da kömək eləyir də, yəni insana belə deyim, insan öz beynini boşaltması. Sonra məsəl üçün yürüyüş eləmək çox maraqlıdır məsəl üçün. Sabahları yəni səhər durandan sonra yürüyüş eləmək çox əla gəlir insana. Yəni çalışıram ki, bu şeyləri eləyim. Düzdür, belə deyim ki, hər gün bunu eləyirəm, belədir. Onu deyə bilmərəm, çünki biz fərqli olur da, bir vaxt məşq səhər olur, bir vaxt axşam olur, amma vaxtım düşdükcə çalışıram ki, bunları eləyim. Çünki özümə belə deyim ki, bu çox fərqli ola bilər. İnsandan insana da çox dəyişir də. Belə deyə bilərəm ki, yəni fərqli şeylər ola bilər də, insana yaxşı gələn şeylər. Mən çalışıram ki, bunlar mənə yaxşı gəldiyi üçün bunları eləyirəm. Yəni belə deyim, tapmışam da onlar mənə nə yaxşı gəlir. Çox gözəl. Yəni belə deyə bilərəm. Mundialı yəqin ki, böyük maraqla izləyirsən. Favoritlərin
Hansı kollektivlər? Açığı belə deyim, mənim üçün həmişə favorit İspaniyadır. Aha, təbii ki. İspaniya mənim üçün həmişə favoritdir, həmişə sevmişəm Bəli, və bəli. uşaqlıqdan da İspaniya millisinə azarkeşlik eləmişəm. Mənim üçün indi də favorit İspaniyadır, amma belə ümumən desəm, bu günə qədər olan oyunlarda belə deyim ki, bəlkə də qrup oyunlarıdır deyə hələ tam bəlkə də insan, yəni futbolçular ora öyrəşə bilməyiblər, çünki fərqli bir iqlimə gediblər, fərqli saatlarda oynanılır, hər şey, yəni çox dəyişikdir də. Bəli. Belə deyə bilərəm ki, çox belə göz oxşayan oyunlar yoxdur. Var, oyunlar var. Məsələn, dünən oynadı İranla Belçika oynadı oyun, məsələn, məncə baxımlı bir oyun idi. Aha. Qol olmasa belə məncə Bəli, baxımlı maraqlı oyun oyun idi, idi. maraqlı oyun idi. Amma əlbəttə ki, favoritlər çoxdur. Braziliyanın özü də məncə Fransadır. favoritdir. Fransa həmişəki kimi favoritdir. Yəni onların Çox ehtiyatı güclü. belə çempionluq oynayır. Hə, yəni Ehtiyat çox heyəti. güclü bir heyətləri var. Bəli, bəli. Əsasən də yəni qabaqda oynayan futbolçular, Bəli, yəni ulduzlar, yəni sadəcə olaraq, yəni Milli komandayla son- oynamısınız da onlara qarşı. Fransa Qrupda bir bir yer də var. bizə yəni eynən yaxın tanış rəqib olduqlarına görə daha yaxşı belə deyim ki, görürük də, bəli. daha yaxşı necə deyim, yəni onlara bələdiyik belə deyək. Amma yəni çoxdur komandalar. Mən amma düşünürəm ki, İspaniya yenə də dediyim kimi İspaniya əlbəttə ki, Yamal da var orada. Yamal bəli. yəni superstar məncə o yaşda. Yəni möhtəşəm. Yəni çox insanlar deyir ki, davam eləməyəcək elə, amma məncə yəni çox böyük bir futbolçu olacağına inanıram və İspaniyanı deyə bilərəm. Mənim üçün favorit İspaniyadır. Ulduz qrupdan çıxmasalar belə favorit İspaniyadır. Dərin təşəkkürümüzü bildiririk. Cəlal, əlavə futbol azarkeşlərinə, tamaşaçılara demək istədiyiniz nəsə varmı? Və yaxud da bizim unutduğumuz, sual verə bilmədiyimiz, bəzən azarkeşlər də istədiyi sualları məsəl üçün indi rəy bölümündə yaza bilərlər. Efirə gedərkən, bəli, onu Cəlal özü də oxuyacaq o sualları mütləq. Yəni ümumi son olaraq Azərbaycan azarkeşlərinə, futbol azarkeşlərinə nə demək istərdin? Mən deyə bilərəm ki, bizə dəstək olsunlar. Bu məncə çox vacib bir şey. Çünki ölkəmizdən, insanlarımızdan dəstəyi hiss eləmək çox vacib bir şeydir. İstər milli komandada olduq, istər yəni klublarımızda belə deyim də, yəni bu dəstəyi hiss eləyəndə çox vacib bir şeydir bizim üçün. Yəni öz adımdan deyə bilərəm bunu. Bəli. Onlar üçün isə başa düşürəm onları. Belə deyə bilərəm ki, mən də bir azarkeş kimi baxsam qıraqdan, bir futbolçu kimi yox, azarkeş kimi baxsam, mən də çox əsəbləşərəm ki, nəyə görə bizdə alınmır, nəyə görə belə böyük şeylər olmur da bizdə də. Amma məncə yəni bunlar olacaq. Yəni məncə artıq Biz o sancılı dönəmi yaşayırıq da deyirsən, o dönəmi gedə bilər. Məncə çox zaman ölkələr, keçdikcə. yəni çox ölkələr bunlardan keçiblər də. Yəni belə deyə bilərəm. Məsələn, İtaliya adicə məsələn neçə Son 3 mundiala gedə bilər. qatıla bilmir məsəl üçün. Onda orada daha böyük ajitaj olmalıdır. Çünki İtaliya qrand ölkədir, yəni baxanda. Amma azarkeşlərimizdən bu dövrdə bizə dəstək olmalarını istəyirəm hamımıza. Yəni biz belə deyim ki, bir yerdə olmalıyıq da. Çünki biz güclü bir dövlətik, güclü bir xalqıq, belə deyim. Və məncə bunun üstəsindən gələcəyik. Yaxın zamanda məncə bunun üstəsindən gələcəyik və onlardan bizə dəstək olmalarını çox istəyirəm və biz də həmçinin onların qarşısında daha çox çalışıb, daha çox özümüzə belə deyim, yatırım eləyib, daha çox, yəni özümüzü daha da çox inkişaf elətdirib onları daha yaxşı təmsil etmək istəyirik. Həm ölkəmizi, həm xalqımızı, həm bayrağımızı belə deyim. Dərin təşəkkürümü bildirirəm sənə. Çox sağ ol, gəldin bu dar çərçivədə vaxtda, gəldin, bizə vaxt ayırdın və həm söhbət olduq. Mənim üçün də xoş idi sizinlə həm söhbət olmaq. Uğurlar diləyirəm. İnşallah Rumıniyadan xoş xəbərlərini eşidək. Mütəmadi hər həftə. Sağ olun, çox sağ olun dəvətiniz üçün. Mən də təşəkkür edirəm. Xoşdur həmişə belə söhbətlərinizdə olması. Təşəkkür edirəm. Sizə də uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Bəli, əziz tamaşaçılar, əziz dostlar, Futbol Ofisi TV-də həftəlik protokolun növbəti buraxılışını təqdim etdik. Qonağım isə Azərbaycan millisinin müdafiəçisi və bu günlərdə Rumıniyanın Petrolu klubuna transfer olunan Cəlal Hüseynov idi. Ümid edirəm ki, sıxılmadınız, maraqlı mövzular oldu, maraqlı müzakirələr oldu. Yeni buraxılışlarda görüşmək ümidi ilə deyirəm, hələlik deyirəm.